Valideynlərini günahlandıraraq böyüyə bilməzsən. Bəli, mən seans otağında çox gənclərlə işləyəndə eşidirəm ki, anam belə olmasaydı mən belə olmazdım, atam falan hərəkət eləməsəydi mən belə olmazdım. Və nəticədə nə olur? Bütün boşluqlarının, səhvlərinin qəbzini insanlar öz valideynlərinə kəsirlər. Amma yaşa dolduqca insan anlayır ki, əslində valideynlərin də öz keçmiş travmalarının, yaralarının nəticələrini yaşayıblar və sənə qəsdən heç nə etməyiblər. Önəmli olan hansı şərtlərdən, hansı vəziyyətdən gəlməyin deyil, önəmli olan kimə çevrilməyindir. Bax, haçan ki, valideynlərini günahlandırmağı buraxıb, məsuliyyəti öz əlinə alsan ki, artıq bu həyat mənimkidir. Bəli, artıq mən ondan istədiyim kimi davrana bilərəm bu həyatımdan. İstədiyim insana çevirə bilərəm, istədiyim vəziyyəti özüm üçün yarada bilərəm deyəcəksənsə, bax o zaman həyatın sənin dəyişəcəkdir. Sual bilirsiniz burada nədir? Keçmiş həyatının, keçmiş yaşantılarının sənə gətirdiyi yerdəmi çabalamaq istəyirsən və valideynlərini günahlandıraraq həyatını puçmu etmək istəyirsən, yoxsa öz gələcəyini mi inşa etmək istəyirsən? Bax, bunu düşün. Çünki əgər inşa etmək istəyirsənsə, artıq heç kəsi günahlandırmayan, bütün həyatının məsuliyyətini öz əlinə alan bir insan olmalısan.